سلام، من میرمیلاد مهدیزادی ام. Bu atölye نوشتنده. Xoş gəlmisiniz atölye نوشتن ya öz dilimizdə yazmaq atölyəsinin türkü bəxşinə. Çox sağ olun, var olun ki, bizlə yol birsiz və yoldaşsınız və sizin bu himayətləriniz və baxışlarınız bais olur ki, biz bu qədim arzumuza ki, atölyənin, yəni YouTube atölyənin türkü bəxşi olsun, buna həyat vermişik və canlandırırıq. Sizə çox güvənirik və ümidvarıq ki, tezlikdə yaxçı-yaxçı işlər, yaxçı-yaxçı yazılar burada yazaq türkü dilində və sizlərə oxuyaq. Çox sağ olun. Təbrizdə o mövzudur ki, biz türkü bəxşinə elan eləmişik və mənim yar yoldaşım atölyədə bu mövzuda qələm vururlar və ölçü yazırlar və sizlərə oxurlar. Bu qismət Aydın Dağtəkin ki, bizim Şəklək Amuzişgahının در واقع oradakı yoldaşlarımızdandır. Bir ölçü yazıbdı. Duzlu Təbrizin Başmaq bazarında keçən bir ittifaqdır. Mehdi Başmaqçı və Məşə Rəsulun hekayəsi. Düz dedim. Mehdi Başmaqçı və Məşə Rəsulun hekayəsi adında bir ölçünü gedirik ba həm eşidək və görək. Gedək. Başmaq iş mühiti çox fərqli bir mühitdir. Başmaq keşkindəki çalışanları başqa bir siniflərlə müqayisə etsəz, onda bu fərqin necə dərin olduğuna iman gətirərsiniz. Ümumiyyətlə, ustakarları, şagirdləri, alverçiləri və tamam bu sahədə işləyənlərin özlərinə məxsus ədəbiyyatı, əxlaqi, iş inzibatları və daha doğrusu özlərinə aid bir rəsmi rüsumları vardır. Hələ insan bu mühitdə tab gətirə bilməz. Pişkesvət başmaqçılardan biri demiş, başmaq bazarı təkcə bazar və pul qazanma yeri deyil, bura özünə görə böyük bir danışqahdır. Sözü artıq uzatmadan hekayəni başlamaq istəyirəm. A. Mehdi özünə görə yaxşı bir ustakardır. O çox kiçik yaşlarından bu peşədə fəaliyyət göstərib və Təbrizin bir neçə addım fabrikalarında çalışıb və hələ də çalışmaqdadır. İllər boyu bu işdə müxtəlif kimyai maddələrlə əlbəyaxa olan A. Mehdinin yiyələri biraz xəstədir. Benzin, çəs və aseton kimi materiallar onun səsində təsir qoyub, təəssüflə bölbör, tutuq və başa düşən bir səsi var. Hələ də onun səssiz oturub işləməsini çox az görərsiniz. O tutuq səsi ilə həmişə danışmaqdadır. O zaman da ki, heç kəsi tapmır onun beynin qassın, duvardakı ip ilə bağladığı zəbt soğuta tez bir kaset qoyub, başlar onundan oxumağa. Moidəlaqə kaseti də yazıq Moinin kasetidir. İndiyə kimi mən hələ bir şey görməmişəm ki, xanəndə ilə bərabər sözü başlayıb, onunla da qutarsın. Həmişə Moindən tez oxumağa düşər və əvvəl beytdən sonra sözləri qarışdırar, nə Moindən feyz ala bilirik, nə də bu əl çəkər. Günlərin bir günü Ahmetinin iş yoldaşı Rəsula gəldi təriflədi ki, Mehdi yerim boş. Dünən bir daha həştərxana aldım, apardım təmizlədim, verdim xanım pişirdi. Vay, nə mənə olmuşdu, adam barmaqlarını yiydi. A. Rəsul sakit bir insandır, amma çox xəyalatı və tez hər zada inanandı. Çox sadə və uşaq yalanlarla onu aldatmaq olar. Neçə dəfələr nabilə şümarə ilə ona zəng vurublar və hər dəfəsində çox sadə yalanlarla onu aldadıb və biləsindən pul kəsiblər. Bir dəfəsində bir nəfər zəng vurub deyib, mən Vadi Rəhmətin idarə qismətindən zəng vurmuşam. Bir daha müvəqqəti qəbir və qəti şühədədə. Bərain ki, rədifdə olsun, əşağı qiymətə satırıq. 8 milyondur, vəli sizdən 2 milyon 800 alacaq. İstəsəz bu şümarəkarda pul vuruz, biz işlərini görək. Bu da istəyib zirəncıq eləsin. Demişdi, mən təhtərəm ki, xanım da var. İkisini 4 milyon hesabla götürək. Beləliklə 4 milyon badamlığa getmişdi. Xülasə, Məşədi Rəsul başladı abu-tabla dünən şama yediği həştərxanı tərif etməyə. Ailələhlərin belə soydum, dərisini belə yüzdüm, qarnını belə təmizlədim. Sağ olsun, xanım da çox ləzzətli pişirmişdi. 2 seyir çəkdim, bəh yapışdı. Bu sözləri eşidən Mehdi oturduğu çarpayağın üstündə bir dartınıb, o tutuq səsi ilə de, hardan almışdın həştərxanı? Mən tapa bilmirəm. Bir də axı sən maşallah baş tapsan, yaxçısını alsan. Heyvanı tanımaq çox məsələdir. Mənim başım çıxmır. Məşədi Rəsul sinəsini verdi qabağa dedi, həştərxan özü məsələdir. Hər adam baş tapmaz nəzrunu alsın. Mən seçərəm. Elə Məşədi Rəsul bu sözü demək həmin Mehdi sözü bağladı Məşə Rəsulun dilinə və dedi,
Hə, ay sağ ol, zəhmət olmasa bir daha da mənə al gətir. Burada hesablaşarıq. Mən seçə bilmirəm, çoxdandır da yeməmişik. Pulu neçə olsa hesablaşarıq. Amma mən başarmıram ha, özün təmizləyib, soğub gətirəcəksən. Məşədi Rəsul ki, Mehdinin bu yalancı təriflərinin təsirində gönü suva vermişdi, dedi, hə, alaram, olsun, təmizlərəm, gətirirəm, elə bizətdək, bir saata təmizləyirəm, qutulur. Bir neçə gün sonra Mehdinin peycirlikləri ardıca Məşədi Rəsul bir dana canlı, qudrətli, ətli, budlu bir həştərxan gəldi. Məşədi Rəsul özü demişdi, həştərxan adamla danışırdı. Mehdinin başmaqlarında toy idi. Tez durub həştərxanı alıb, bir yekən ayrına qoyub yaxçalda bastırdı ki, axşam gedəndə aparsın. O gün söhbət tamamilə həştərxandan gedirdi. Mehdi qaz verdikcə Məşədi Rəsul həştərxanı necə herfəyə şəkildə soyub dərboğaz eləməsini tərif edirdi. Bir saatlıq işi 6 saat təriflədi. Hər dəfəsində Mehdi dəndə yetirdikcə Məşədi Rəsul daha maraqlana sözü başlayıb əvvəldən tərif edirdi. Bir neçə gün aradan geçdi. Mehdi 2-3 gün Məşədi Rəsula tərif edirdi ki, çox sağ ol, həştərxan bəh yapışdı. Xanım da salam yetirib öz təşəkkürlüğünü bildirdi. Vallah biz indiyəcən belə tamlı ləzzətli həştərxan yeməmişdik. Elə söz həştərxandan düşdükcə Məşədi Rəsul yenə öz artistlığından tərif edirdi. Hər dəfəsində başqa bir söhbətə başlayırdı. Bir gün deyirdi, həştərxan seçəndə gərək gözünə baxasan. Gözü çuxurda olsa, onun əti yeməli olmaz. Çirimsiyər, yaxşı pişməz. Bir gün deyirdi, həştərxanın gərək şəhpərlərinə baxasan. Yerə sürtürsə yanı sinni çoxdur, qocadır, əti yeməli olmaz. Və bunlara tay başqa həştərxanşünaslıq məktəbləri qoyardı. Təxminən aradan 2 ay geçdi və Mehdi o yediği həştərxanın hələ pulunu Məşədi Rəsula verməmişdi. Hər ayın axırı karxanada hesab-kitab verilərdi və bütün işçilər o ayın hesab-kitabını alıb və təzə sifarişlər üçün işə başlardılar. Mehdi hesabını alandan sonra Məşədi Rəsula dedi, Rəsula, güzəşdir ha, sənin hesabın yadımda. Ancaq bu ay əlim dağlıdır. İcazə versən gələn ay hesablaşaq. Məşədi Rəsul da razılaşıb hesabı saxlarlar gələn ay. Həftələr, günlər dolanıb o bir ay çatdı. Mehdi yenə hesabı alıb üst tutdu Məşədi Rəsula ki, Rəsula, Allah atava rəhmət eləsin. Mənim sənə borcum var, bilirəm. Ancaq uşağı mədrəsəyə yazdırdıq. Biraz əlim boşdur. Gələn ay sənin hesabı verir. Yenə Məşədi Rəsul bir söz deməyib razılaşdı. Beləliklə 6 ay bu məsələ aydan aya davam etdi. Daha həştərxan fizik qanunlarındakı məsələyə təbdil olmuşdu. Enerji öz-özünə aradan getməz, bəlkə cismdən cismə müntəqil olur. Məşədi Rəsulun həştərxan hesabı da aradan getmirdi. Aydan aya müntəqil olurdu. Amma artıq Məşədi Rəsul əvvəlki sakit Məşədi Rəsul dərdi. Həftədə bir seri Mehdinin Amma artıq Məşədi Rəsul əvvəlki sakit Məşədi Rəsul dərdi. Həftədə bir şey Mehdi ilə sözləşirdi ki, mənim Amma artıq Məşədi Rəsul əvvəlki sakit Məşədi Rəsul dərdi. Həftədə bir şey Amma artıq Məşədi Rəsul əvvəlki sakit Məşədi Rəsul dərdi. Həftədə bir şey Mehdi ilə sözləşirdi ki, mənim pulumu ver. Amma hər dəfəsində Mehdi bir yol tapıb Məşədi Rəsulu sakitləşməyə başarırdı. Bir gün gördük bunların səsi ucaldı. Məşədi Rəsul artıq cana gəlmişdi. Ucadan deyirdi, Mehdi, həştərxanın hesabını ver. Mehdi də oturduğu çarpayağın üstündə qolların toyuq kimi çırpıb bir-birinə toyuq səsi, o tutuq səsi ilə deyirdi, qulu qulu qulu, qulu qulu qulu. Və həştərxan səsi çıxartırdı. Və bu hərəkət Məşədi Rəsul daha əsəbləşdirirdi və mütalibəyə davam etdirirdi. Ancaq hər dəfəsində Mehdi qulu qulu qulu, qulu 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 deyib Məşədi Rəsulu üzdən aparırdı. İndi aradan 3 il geçsə də, hələ-hələdir ki, Məşədi Rəsul öz pulunu alamamış və Mehdi həştərxanın çox ləzzətli olmağını tərif edir.